çəkiliş gedir. Deməli, bu günləri Zofun kəndində ən əlamətli günlərdən bir gün oldu. 19 iyun. Bu günləri kəndimizdə asfalt örtüyünün vurulmasına başladıq. Bildiyiniz kimi artıq 2 ay yaxındır ki, bizim kəndimizdə asfalt örtüyüsünün hazırlıq işləri gedir və bu günləri ki, şükürlər olsun Allaha, bizim dəyərli mütəxəssislərimizin sayəsində asfalt vurmağa başladıq. Mən ilk öncə buradan bizim asfalt zavodun müdürü Xudayar müəllimə və onun bütün komandasına təşəkkür edirəm. Başda Əlsa müəllim, Nami müəllim, Şamu müəllim və bütün işçiləri həm öz kəndimiz adından sizə təbrik edirəm, özümüz də təbrik edirik ki, həqiqətən də 2 aydır əziyyətimizi çəkirsiniz, əziyyət çəkirsiniz. Bax, görürsünüz ki, asfalt örtüyü getdikcə uşaqlar necə sevinir, böyüklər sevinir. İnşallah günə-gün olsun, kəndimizə hər kəs xeyir işlərə gəlsin. Gəlin maşınları gəlsin inşallah, qonaqlarımız bol olsun. Hər birinizə təşəkkür edirəm qardaş. Həqiqətən də əziyyət çəkdiniz. 2 aydır ki, siz hər gün Zofun kəndində bizim rahatçılığımız üçün işlər görürsünüz və bizim ən başlıca təşəkkürümüz də düşür ki, hər kəsin duasının qəbul eləsin inşallah ki, bizim səbəbkarın Allah arxada ayağı olsun. Amin, amin. Allah ona can sağlığı versin ki, bu rahatçılığı bu kənd cəmaatının ixtiyarına verir. Allah onun canını sağ eləsin. Nə qədər əmək keçən bizim dövlət qurumlarımız var ki, mənim demək olar ki, hər gün yanımda oldular, mənim hər vaxt dəstəklədilər. Çox sağ olun Nami müəllim. Həqiqətən də əziyyət çəkirsiniz. Sağ olun. Əmrah, sən də bizim igid döyüşçü kimi əziyyətimizi çəkirsən. Çox sağ olun. Qardaş, sən də var olasan, Fərid qardaş. Çox sağ olun. Həqiqətən də bu isti havada, bu isti günlərdə əziyyətimizi çəkirsiniz. İnşallah. Kəndimiz üçün xeyirli olsun. İnşallah köməyinə. Təşəkkür edirəm. Sağ olun. Bax. 6 kilometr inşallah yolumuzun ilk çəkilməsinə başladıq. Sevinirsən qaqa? Bəli. Çox sevinirsən? Uşaqlar da çıxıblar oynamağa. Texnikalarımız hal-hazırda yenə də xidmətdədirlər. İnşallah ki, sabah səhər saatlarından yenə də işimiz davam edəcək. Hər birinizə təşəkkür edirəm. Dəyərli insanlar, zəhmətkeş insanlar, var olun, sağ olun. Allah xeyrinizi versin.